qulağını özün kəsmirsən? Nə ilə? Lezman. İkisində? Birinin adına razı ilə kəsmişəm. Düz olan adına razı ilə kəsmişəm. Bu şey olanı rapera ilə. Belə əslində götürəndə bizi kimi xəstələr Suroka getməli deyil. Bizim yerimiz Məştəqadır. Psixiatriya xəstəxanası. Bəli. Yoxsa yəmi sahibimiz olmayanda yollayırlar zona. Səndə Paganyalı olub, qardaş? Zonda gömbə deyirdilər. Nə? Zonda gömbə deyirdilər. Zonu deyirəm də, türmədə nə deyirdilər? Orada gömbə deyirdilər. Gömbə? O nə deməkdir? Yəni, belə qoğal kimi bir şeylə də gömbə. Bir kəti var idi. Yaxşı olan idi. İndi çölbədir, dindardır. Namaz əhlindədir. Allah ona hidayət edib. Namaz qılır, ailəsi, uşağı. Elə Bakıda yaşayır. Əslin haralıdır Azər? Əslim, dədəm 48-də gələnlərdəndir, yer aldı. İndi dədə harada oğul doğradı, usta mən yəni Gəncədə böyümüşəm də, gözüm açıb. Burada böyümüşəm. Gün rejimindəki səhər işə gedirsən, hə? Gəlirsən, oturursan. Bugün getmədim, siz gələcəydiniz deyin. Bugün getmədim, bugün evdəyim. Səhər saat 10-da gedirəm, saat 3-də, 4-də işimi görüb gəldim. Əlinin üstündə onun mənasını nədir bilmək olar. Baxın bir dənə göstər kameraya. Tam götür, yolla yes. Bu mənasını bilmək olar nədir Azər? Ya. Hı? Bilmək olmaz. O çölə aiddir öyle. Bu Suroka aid olan bir şeylerdir. Bu çölle bunun ne alakası? Bu verilişle bunun ne alakası? Bəs qolundakı? O sevgiye ait olan bir şeydi yani. Bir də ad yazımdan Çingiz. Yok, Çingiz dönüyor. Bəxtsiz Cavan. Bəxtsiz Cavan. Bir də Toma, ha? Onlar boş şeyler de uşaqlarda davamlıqda olan şeyler. Ama indi elə şeyler yok. Onlar boş şeyler. Onlar nədir? Böyle şeyler. Mənalar yoxdur. Var ya, yani bura üçün də öyle. Hamısı mənası türmək üçün də. Yani bu verilişe bir adiyyat yok. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Qalsın olar, qalsın da termosdur. Nə var ki? Bu qalsın eləmə, nə var ki? Nətərsən Azər? Sağ ol. Nə var, nə yox qardaş? Sağ ol qadınım. Qada görüm. Neçə yaşın var Azər? 41. 41, 85-ci il. 84. 4. 41 tam olacaq da fevralın 21-i. Demək olar ki, eyni yaşıdıq da. 85 də mənəm, 40. Bir-birimizə sənlə deyərək müraciət eləmək olar da, yəni. Olar? Olar da. Yəni, yaş fərqimiz eldə böyük deyil. Bir bayram böyük səndən. Qeyd edeyim ki, dostlar, Azər qardaşımızı mən TikTokdan gördüm və TikTok vasitəsilə əlaqə saxladım ki, gördüm bunun maraqlı həyat hekayəsi olub. İstədim ki, Azər qardaşımızın həyat hekayəsini çəkək, həm mən dinləyim, həm də izləyicilər dinləsin, ola bilsin hansısa gənclər bu çəkişdən sonra özünə hansısa bir hissəsindən bir örnək götürər. Elə Azər? Hə?
Həbsxanada olmusunuz uzun illər. 11 il olmuşam. 11 il. Azərbaycan həbsxanasında yoxsa Burada. burada? Həbsin səbəbini bilmək olar. Ölüm eləmişdim. Ölüm. Yəni adam öldürmüşdür. Bəli. Nəyə görə bilmək olar? Söydü cavanlıq etdən oldu keçdi. Neçə il bundan qabaq? 2004-cü ildən. 2004'te. İyunun 2'si. Yəni bir dənə söyüşə görə adam öldürməyə dəyər, onu mənə maraq oldu. Ne olur da adam birden kontroldan çıxır. Baş gedir, xəstin, əsəbləşsən, aynı moment olan bir şeylərdir. Həmin vaxtı mən deyərdim ki, elə bax bunun özü bir yaxşı mövzudur ki, əsəbləşən vaxtı insanlar gərək özlərini bir anlıq saxlamağı bacarmalıdırlar. İndi cavanlıqda olmur da, cavanlıqda əsəbini saxlayamırsan. Neçə yaşın var idi onda? Onda mənim 18 yaşım var. 18. Orta məktəb təhsil var. Yox, 4-cü sinifdən çıxmışam. Oxumamışam. Valideynlər olub azı. Ha, olub, dadam da olub, anam da olub. Və qardaş? Yox, qardaşım olmuyor. Olub, o da ölüb. Allah rəhmət eləsin. Allah rəhmət. Hansı həbsxanalarda olmusan Azər? Sedmoy'da olmuşam, Pervi'de olmuşam, Krit'de olmuşam. Adam öldürməyə görə 11 il verdilər, yoxsa düşdünüz belə deyim? Yox, 11 hələ dacı mayıs çox verdilər. Çünki mənim vurduğum adam 8 gün yaşamışdı. Dostu hökumət verdilər. 12 il oxudu, 11 il verdilər. 11 il türmədə bir dənə söyüşə görə dəyərli yatmağa, olmağa həbsdə. Yox, dəyməzdi. Biz insanı yaradan bizdə ölüyor, bizdə can alır. Olmaz elə bir şeylər. Adi məsələ bu kəsiklər Allah qarşısında cavab verəcək. Çünki bizi Allah dünya verəndə təmiz verib. Biz amma o dünyaya gedəndə pis vəziyyətdə kəsik, doğraq. Yəni də doğramanın da Allah şahidçi səbəbləri olub kəsmişik. Bax, misal üçün bu qolunuzdakı bu kəsik var ha qardaşım. Baba bu kəsik elə. Bu nəyə görədir? İnsan özün kəsmirsən yoxsa yıxılmış? Yox, özüm kəsmişəm. İnsan bu bir dənə uzada baxa bilərik, zəhmət olmasa. Yəni insan bu boyda qolunu lap belə acımasızcasına niyə kəssin Azər? Vallahi. Türmədə olub bu yoxsa? Ha, türmədə. Türmədə də, çöldə də. Çoxdan kəsmisiniz? Çoxdan ha. Çoxdan deyəndə, həmin düşəndə bir dənə kəsirəm, yenə də kəsirəm. Yenə də təzə kəsiklərdən var. Biri təzə sağ ol. Onun nəyə görə kəsmişsiniz? Nə olub ki? Dərmanımız adı biraz vaxtında atmayanda hər bir şey mənə təsir edir, kontroldan çıxıram. Mən özüm 2-ci qrup ərirəm, şizofreniya paranoya. 2-ci qrup əli. Şizofreniya paranoya. O nə deməkdir? Ağırdır, xəstəliyim ağırdır. Uşaq vaxtından olub yoxsa türmədə? Hə, yox, uşaq vaxtından olub. Mən avtobusla Moskviçin arasında qalmışam. Neçə yaşında? Ondan da sonra 1-ci sinifdə oxuyordum. Ondan sonra şizofrenik. Bu əliliyimi də zonda veriblər. General Mədət Quliyev. Bax, qulağında da görürəm ki, kəsik var. Hə, onu kəsəndə General Mədət Quliyev məni yolladı sentrala, oradan gəldilər. Məştəqadan baxdılar, cəma pensiya verdi. Amma mən çöldən xəstə idim. Çöldə onu eşkim, yəni çeylənmirdi. Sroka düşəndə 2-ci qrup yazmışdılar, psix onu delomun içindən götürmüşdülər. Beləsində götürəndə bizi kimi xəstələr Sroka getməli deyil. Bizim yerimiz Məştəqadır. Psixiatriya xəstəxanası. Bəli. Yoxsa yiyəmiz sahibimiz olmayanda yollayırlar ona. Deyirlər, amma bilməm məlumatım var yoxsa psixiatriya deyir xəstəxanadan da, həbsxanadan da pisdir. Ha? Vallahi mən olmuşam, orada elə bir pislik bir şey görməmişəm. Psixiatriyada olmuşsan? Hə, Neçə vaxt? Məştəqada da yatmışam. Neçə vaxt Məştəqada? Mən təbii 1 ay olmuşam. Orada nə tərdi vəziyyət? Normalda yəni vaxtında deməyin dərmanını verirlər. Sən durub yəni başqa bir hoqqalar çıxardanda əlbəttə ki, indi
nəsə tədbir görəcəklər. Amma həbsxanada deyirsən ondan pisdir. Çətin. Yox, həbsxana da çətin deyil. Orada nə çətinliyi var ki? Normal, sən sakit yaşayandan sonra kimin səndən nə işi var? Rostində olur da, orada da bir dənə haqqa girilir. Sən oturursan kabinetində məhsin, oturursan kabinetində sən zonun için görmürsən. Zonda da gəlir doğuşanlar bu ağzına gələn danışır, aparırlar normalin içini. Qarsa salırlar ya vaxta döyürlər. Halbuki sən işini eləməyibsən. Doğuşanlı da gəldi, sabir başqası gedə doğuşanlıq elədi, getdi. Bunda nə var ki? Qulağını özün kəsmirsən? Bəli. Nəylə? Lezman. İkisini də? Birinin adına razı ilə kəsmişəm. Düz olanlardan razı ilə kəsmişəm. O şey olanı rapera ilə. O mənası nə deməkdir? Yəni bax TikTokda yəqin özün də görmüsən də şəkilin altında yazıblar. Bunun xüsusi mənası var deyə yazıblar. Mən bilmirəm. O nə anlam verir? Niyə görə ki? Bu anlam verir ki, yəni 11 anlam verəcək bir şey yoxdur. Burada nəsə aydınlıq verəcək bir şey yoxdur. Sadəcə olaraq insan haqqını o qədər girilir ki, insan bilmir ki, yəni haqqını nə ilə də ona sübut eləsin ki, bu şeyi mən eləməmişəm. Yəni mən apaf yalandan 2 dəqiqədən bir ora-bura çəkməyin mənası yoxdur. Yəni əsəbləşmisən və hissini özündən çıxmısan. Hə, bir özümdən deyəndə, yəni canından deyəndə, yəni belədir, nəsə deməyib. Yəni sən gəldin, otursan kabinetdə gəlir biri sana bir başqası gedir, orada doğuşanına verir, gəl falan kəsdə telefon var, falan kəsdə falan şey var. Gəlirlər yalandan səni götürüb apab atırlar, qarşı şişəncə verirlər ki, səndə bu şey var, fakt yoxdur axı. Mən də 7 il, 11 il o müəssisədə olmuşam, məni bütün rəislər tanıyır ki, yəni mən nətər deyim, mənə heç kimlə işim olmuyor. Damı düzdür, davakar olmuşam, dalaşmışam, düşmüşəm. İndi elə şeylər var ki, onu götürənməmişəm. Məsələn, mən barakda yatıram, barakda bu sigaret çəkmək olmaz da, onun öz rejimi var, bu sigaret olmaz. Məsələn, mən yerimdə uzanıb çəkmişəm, biraz əlincəyimdə durub ki, bu vanlikdə çəkməmişəm. Sən tez bir dənə kaptoşik tez gedir, doğuşanlıq edir, sənin adın yazır, səhər verir, azmutda səni saxlayırlar. Doğuşanlıq yəni xəbərçilikdə? Hə, su qalıq edir, ki, filan sigaret çəkirdi barakda. İndi güya sən onu deyəndə sənə verirlər. Əldən nə eləyirsən ki? Özü çəkmir ki, güya sigaret onun? Yox, o kaptokada çəkirdi, o gəlib barakda çəkmir. O qanuna rəayət edir, biz güya eləmirik. Sən Azər həbsxanada olanda da belə bu çəkidə olmusan? Kök yoxsa sonradan? Yox, bu çəkidə olmadı. Mən olmuşam 120-130. İndi neçə kilo oldu çəki? İndi su yığılır, mənim ayağımda qızıl yelim zadım var. Aha. Su zadı, giricam zadım var, 5.000 manat istəyirlər əməliyyata. Neçə manat? 5.000. 5.000? Bakıda eləməyə o giricamı kilitiri putulğanın dalı boyda çıxıb çölə. Su yığılır, ayağımda da qızıl yerim var, su yığılır, ona görə şişirəm bir dənə. Bir dənə elə olur ki, hamı görən nötər alıqladın. Və hətta elə olur ki, mən ət aldığım dükanda büyün ət almışım, 3 gün sonra bir də getmişəm, tərəziyə çıxmışam. 170 kilo gəlmişəm, bu bir gün getmişəm, 200 kilo gəlmişəm, yəni. Belə bir şeylər də var. Sənin onda Azər nəfəs almanda da problem ola bilər? Yox, nəfəs almamda da problem, ürəyimdə nəfəs almamda da bir problem. Ürəyindədir problem? Yox, yoxdur, ürəyimdə. Yox. Top kimi? Köklüyə görə? Yəni, heç bu çəki məni narahat eləmir. Bəs gəzəndə, eləyəndə, çox gəzəndə yorulub eləmirsən? Yoruluram, biraz yoruluram. Ümumiyyətlə gəzmə, uşaqlıqdan heç piyada gəzməmişəm, maşınla hara lazımdır getmişəm. Həbsxanadan nə vaxt çıxmısan axırıncı dəfə? 2017-də. Elə bir nəfəsə yatmısan da, həbsxanada olmusan da? 11 il, Ondan sonra olmamısan? 9 ay 13-ünü çıxartmışam, yox 9 ay 13-ünü çıxartmışam, üstümdə iş çıxmışam. İkinci səfər, elə bir çıxdığım 2014-də çıxdım, 17-də qoşum vurdum, 6 ay iş verdilər, getdim. 6 ay getdim Perviyə. Krit həbsxanasında neçə il olmusan? Orada da 1 il olmuşam. 1 il?
Ora bax. Onda 2003-də girmişəm, 2004-ün iyunun 2-si çıxmışam. 2-cinin də 12-si günü adam öldürmüşəm. Çöldə cəmi 42 gün olmuşam. Ən çətin həbsxana sənin üçün hansı olub? Belə deyim də, Mən- qulağımı hansında kəsmirsən? Mənim üçün heç biri çətin olmuyor. İnsan yaşamaqdan ötəri hər bir şeyə əl atar. Şəraitini qurmaqdan ötəri. Mənim üçün yəni çətin bir şey yoxdur. Bura sadəcə olaraq onu deyirəm ki, bir dənə yəni zonlarda da hər yerdə hər şey yaxşı. Bir dənə bu dovşanlar olmasa insanlar rahat yaşayar. Elə çölün özündə də. Ay sağ ol. Çöldə də onu deyəcəkdim ki, elə çölün özündə Çölə baxanda çərini görürsən, çəri baxanda çölü görürsən. Bu dəqiqə çöldə olan bu havadan çəri məlumdur nədir. Çərdə də olanda çölü görürsən nə var nə yox. qulağını hansı həbsxanada kəsmirsən? Sedmoyda ikisini də orada kəsmiş. Sedmoyda. Sedmoy harda yerləşir? Əhmədlidə. Kənd Əhməd. Kənd. Orada mən rəis görmüşəm. Aman kişi. Romanı tutdular, Fitaroya getdi. Böyrümüzdəydi. Türmə rəisini tutdular. Bəli. Niyə görə? Qanunsuz adamlar buraxmışdı da, pesadtiv. Məhkəmə ilə əlbir olub. Başına meşok salıb apardılar. Saldılar böyrə. Onu da öldürüyə partladı, rəhmədə getdi. Dalından da Barov gəldi. Ədliyyədə bir nömrəli adamdır. Sonra da o getdi Fitaroya. Onun yerinə gəldi Tubdan Şahin neydi onun adı ya? Şimdi Tubzondan gəlmişdi, adı yadımdan çıxdı. Tubzondan gəlmişdi, Laçınlıydı. Ümumiyyətcə olan hamısı gələndə birinci elə mən, yəni gözlərindən mən idi, dəyərdim. Nə sözləri vardı, elə birinci mən idim. Gələn kimi birinci mən üstümdən keçirdilər, pratika edirdilər, sonra. O da mən kəsib eləyirdim deyə mənim gözümü qırmaq istəyirlər. Bir var idi, bir türmə rəisi var idi, deyir, onun presi yaman pis olur. O Məmməd Əli idi. Məmməd Əli, Naxçıvanlı, Məmməd Əli. Ayağının birini qoyurdu adamın qarnının üstünə. O birinci olub 11-də, hə? 11-də də olub, Sedmoyda da ona 5 bıçaq vurublar. Sonra Kritidə də olub. Onunla rastlaşdım Kritidə mən 2003-də. Rəis idi onda. Nə oldu, nə söhbət oldu? Heç nə, mən. Oradan da çıxdı, Tubun şeyi gəldi. Tubun rəisi gəldi, o da Qara Kəmər idi, çempion idi. O da Zoy adam idi. O gəldi. Elə qulağımın birini onun vaxtında kəsmişəm. Onun ad günündə. Bilmədər olub, o da. Bilməmsən ki, o ad günündə. İkinci səfər onun ad günündə dükandan mən üçün aynı alıb aparıb mənə salıblar karşılar ki, səhərə qədər yiyiş, rəis rahat otsun ki, ad günündə. Səhər tezdən də yarında mənə buraxdırıb. Onda orada zam var idi, qaçay. Yer az idi. Oranın hamısı mənə yaxşılar. Düzdür, məni nəsə eləsələr də, yəni olanı demək lazım. Vallahi, məni döysələr də, vursalar da, yenə də mənim, sən bətər deyim, mənim xətrim istəyirdilər. Yəni, könlümü alırdılar. Sansasda da mən üçün yəni otaq veriblər, qalmışam. Nə bilim, qızıl taxmağa da icazə veriblər, saç taxlamağa da, saat taxmağa da, xamilyon aşkı taxmağa da. Saat taxmağa icazə yoxdur ki, orada. Ya, qabaq yox idi, rejim güclü olanda yox idi. Yenidən bax bu 18 yaşın olsaydı elə və 18 yaşından sonra bir 11 ili həbsxanada itirmisən də hansı addımları yenidən atmazdın? Deyərdin ki, bunu yox, belə eləyərdin. Hansı səhvlər deyək də, hansı səhvləri eləməzdin? Yox, səhv. Vallahi, səhv
Yəni bu nətər deyim, hamının səhv olur. Səhvsiz həyatda insan olmur. Hamının səhv olur. Yəni elə bir insan yoxdur ki, onun səhv olmasın. Hamının. Bu sadəcə olaraq istəməzdim heç ora düşüm. Düşməsəydim mən bu dəqiqə dünyam var idi. Yəni mən ən paslı maşın sürürdüm. Hardan idi onlar? Yəni ən yaxşı obyekt mənim idi. O sadəcə olaraq mənim üçün hər şey getdi. Bizim 5 öyümüzdə olub ağzı bağlı, bizim hər şeyimiz oldu. Sadəcə olaraq hamısı mənim uğrumda getdi. Sənin uğrunda deyəndə həbsxanaya xərcləndi. Hə də hamısı mənim üçün dağıldı, getdi. Hətta mən heç öz anamı itirdim. Yəni o var dövlət boş şeylərdi. Mən özüm hələ də bağışlaya bilmədiyim o ki, mən öz anamı çiynimdə apara bilmədim. Çər toplumda. Bu şeylər var. Təksən həyatda. Ailən yoxdur. Arvad, uşaq. Ya. Və təklik necə bir, belə deyim də sənin üçün həyatdır? Vallahi təhli yaxşıdır. Belə yan görən çox olsa, Allahın da qohum qələbəsi çox olardı. Görsən, amma təkdir. Təhli Allaha məxsusdur, tək yaxşıdır. Hamısı boş şey. Adın da elə TikTokda nə qoymusan? Tənha canavar. Tənha canavar. Elə öz həyatı var o bunun, ha? Elə bir yaşayırıq da. Biz nə qədər kasıb da olsaq, ömrü boyu kasıfların yanında olmuşuq. Ömrü boyu da qazancımızı kasıflarla bölüşdürmüşük. Bəs bugünkü gün maddi gəlir sənə hardan gəlir Azər? Özüm kommunalda işləyirəm, civil idarəsində. Kommunalda? Hə, kommunalda orada işləyirəm. Hə, yəni işləyirsən də? Hə, işləyirəm. Əmək haqqı nə qədər? 380 manat. Başqa belə pensiya? 250 manat da pensiya. 600 manatla dolanırsan. Məmi dolandırır. Allah ürəyibə görə versin. Sağ ol. Çünki mənim itirləsin heç nəyim yoxdur. Bir dənə evdən çıxanda pencəyimdir. Canlığımdır, kürəyimi alıb gedirəm. Dönüb arxaya baxmıram ki, ev qalacaq, arvad uşaq qalacaq. Yəni. Evin də yanıb bu yaxınlarda. Hə, evim də yanıb, sağ olsunlar. Çox yardımlar elədilər, ayağıma saldım. İcrabatçı 1500 manat pul verdi, yemək haqqını ödədi də. Belə götürəndə ev yanıbsa da 24 öy yanıb. Onun hamısına kirə pulu, yemək pulu 1500 manat, amma daha başqa şeyin dedilər adını çəkmə. Başqa şey yoxdur. İndi bugünkü günü mən çöldəyəm. Çöldəyəm deyəndə buna da min şükür, yaxşısını bilən Allahdır. Yaxşısını bilən Allahdır. Qardaşı görəndə elə bildim şeylə gəlibsə, balalı ilə. Oxşuyur, qov yazdı. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bugünkü gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik.
Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.